Yallah. Ali aleyhisselam buyurur. Es-sahibu kerruk'ati fi's-thawb fettehithu müşakile. Buyurur, dost paltara vurulmuş yamaq kimidir. O yamağı, bu yamağı uygun seç. Yamaq paltarının rəngində olsun. Qədimdə bir geyimi, bir paltarı, bir libası alardılar. Cırılanda, xarab olanda gedib yenisini almazdılar. Ona yamaq vurardılar. Başqa bir parça götürüb həmin o sökülmüş, cırılmış yerə tikərdilər. Ona yamaq deyərdilər. İndi də elə deyil. İndi dövr başqa cürdür. İndi şükür Allaha insanların maddi rifahı yaxşıdır. Ehtiyac yoxdur ki, gedib yenisini alırlar. Amma əvvəllər elə deyildi. Əvvəllər həmişə yeni geyim almazdılar. Əleyhisselam buyurur, dost seçmək yamaq vurmaq kimidir. Dost seçmək, insanın özünə dost seçməsi, paltarına, geyiminə, məsələn, köynəyinə yamaq vurması onun kimidir yəni. Necə ki, insan köynəyinə yamaq vuranda seçir, elə parçanı tapır ki, köynəyinin rənginə uyğun olsun. Əgər tapa bilinməsə, heç olmasa az-çox oxşasın köynəyinin rənginə. Material o materialdan olsun, rəng o rəngdən olsun. Buyurur, dost da seçəndə elə olun. Sizin xasiyyətinizdə olan dost olsun, sizin rənginizdə olan dost olsun, sizin materialınızdan olsun. Dindarsan, dinə inanansan, gedib ateistlə dostluq etməyin məntiqli deyil. O zaman məntiqli olar ki, əvvəl-axır o sənə bənzəsin. Və yaxud ailə qurur bir nəfər, öz mədəniyyətini nəzərə alsın, ailə ənənələrini nəzərə alsın, xasiyyətini nəzərə alsın, işini nəzərə alsın, qarşı tərəfi elə seçsin ki, o özünə uyğun olsun. Necə ki, insan geyim söküləndə, ora yamaq vurmaq istəyəndə uyğun parça seçir. Elə parça seçir ki, kənardan baxıb gülməsinlər. Siz də elə dost seçin ki, kənardan baxıb gülməsinlər ki, bu hara, o hara. Bunun xasiyyəti ayrı, onun xasiyyəti ayrı. Yoxsa elə daim davadalaş, daim mübarizə, daim sən haqlısan, mən haqsızam, mən haqlıyam, sən haqsızsan, belə davam edəcək. Əleyhisselam bu hikmətli kəlamında bizə dost seçməyin yolunu öyrətmiş olur.